Birinci sualdan başlayaraq, Polad sən oxu. Buyur, sırayla eləyirik. Hamımız iştirak edirik testlərin müzakirəsində. Buyur Polad. Düzdür, birinci qrupun sınağıdır, amma yəni qəbuludur. Birinci ixtisas qrupunun, amma birinci qrupun birinci cəhdinə baxırıq uşaqlar. Bir-bir gedirəm hamısını. Buyur Polad. Deyir ki, məhlullar, birinci və ikinci məhlullar həll olan maddənin kütləsi 20 qram, suyun kütləsi 180 qram, omega 1, Hə, buradan oxuyuruq. omega Hamısını 1, oxumuyor. Hamısını oxumuyor. Yəni hamımız görürük ki, orada nədən söhbət gedir. Sən testin müzakirəsinə, hə, həllinə keç. Vaxt gedir. Aha. omega 1 tapmaq dönüntü burada 20-ni böləcək 200-ə, o deyir 10%. Mhm. Deməli, omega Deməli, 1 10%-dir. bəli, Omega omeqanın 2 də düsturunu yazırıq. Omega nəyə bərabərdir? M maddə böl M məhlul vur 100%. Bizdə də məhlullarımızın birincisidir. Omega 1 bərabərdir. Həll olan maddə nə qədərdir? 20. 20 qram. Zaten məhlul nəyə bərabərdir Polad? Məhlul nəyə M bərabər maddə, olur? M Aha. maddə plus M su. M su. Aha. Eyni maddəmiz 20-dir. Məhlulumuz isə 20 ilə 180-in cəmidir. Vur 100. Yəni buradan omega 1 ilə omega 2-ni tapacağım uşaqlar. Sonra müqayisə eləyəcəm. 20 böl 200 vur 100. O da eləyər 200, 100, 2, 10%. 10%. Bəli. Demək, omega 1-imiz oldu 10%. Bunu tapdıq. Aha, ikincini buyur. İkincide de omega 2 bərabərdir. 40 bölünsün. 40 üstə gəlsin 160. O da vurulsun 100. O da bərabərdir 40%. 40 yox, 20%. 20%. Demək, omega 2 omega 1-dən 2 dəfə çoxdur. Görürsüz? Demək, omega 2 böyükdür omega 1 olmalıdır cavab. Yəni 1. Bir də Polad. Bir də omega 2 bərabərdir 2 omega 1. Ha, bu da üçüncü də var. Demək, birinci testimizin cavabı D variantı olacaqıydı. Bir D. İkinci, Nilüfer buyur. Hı. Minneci məsələdə. Hı? Birincisi karbon atomları sayını x deyib, hidrogen atomları sayını 10'du. 2'in çıxılsın 2 hidrogen atomlarının sayı onu 10'a bölüyoruz. Yani Hidrogenlərin sayını bərabər eləyirik 10-a uşaqlar. Hidrogenin sayı nə qədərdir? 2n minus 2. Yəni, söhbət bu maddədən gedir. Ona bərabər eləyib n-i tapırıq. 12, n də bərabərdir 6-ya. Demək, 10 da x'e beraberdi. X 6. aha. Sonra y-i də həmçinin. Karbon atomları sayı 9. N 9'du. Onda n'in yerine 9 yazarıq. 2 vur 9 çıxılsın 6. 12. Bəli, Hüseyn H2-6-da n-in yerinə 9 yazırıq. S9, H2 vur 9 çıx 6. 2-ni də 9-a vuranda 18 çıx 6, o da 12. Demək, y-imizin də qiyməti 12-dir. Y 12, x 6. B variantı doğru variant uşaqlar. Düz yazdığımız əgər 6, 12. 12, bəli. Hidrogen atomlarının sayı 6. Demək, 5. Demək, 6 vur 2, bəli, düz yazmışım. B variantı doğru variant. Növbəti testimiz. İzah edəcək Məhəmməd. Buyur Məhəmməd. Hansı maddələrin qələm məhlulu ilə qarışıq təsirindən hidrogen ayrılır? Mhm. Qələm məhluluna, yəni kalium Yazmışdın da bu testimizi. Düzdürmü? Qələvi məhlulu ilə reaksiyası yazınızda da bunu məndən də soruşmuşdunuz. Hətta mən təzədən onu sənə amfoter olacaq burada. Amfoter metal. Mən 1 ilə 3 var. Amfoter deyəndə ki, hidrogen alınmalıdır Məhəmməd. Yəni amfoter olmaq şərt deyil. Ola bilər ki, oradan su əmələ gəlsin. Diqqətli ol. Mən Ola qələvi bilər deyəndə ki, oradan kalium OH, natrium Bəli, OH nəzərdə bəli, tutulur. bəli, bəli, bəli. Məsələn, sinkin natrium OH-la reaksiyasında nə alınır? Sink Natrium OH. 2, sink O2 plus H2, düzdürmü? Hidrogen alındı buradan. Bir doğru cavabdır. Sən üçüncü dedin. Üçüncüyə diqqətli bax. Oradan su alınır, bəli. Afərin. Bəli, oradan su alınacaq. Natrium 2, sink O2 plus su.
Ona göre üçüncünü götürmeyeceğim. Xlordan da su alınır. Xlor yadınızdadır, Javel suyu deyirdik. Bəli, Temperaturlu, silisiumda temperatursuz. Sen ne alınır buradan de? natrium xlor, natrium Xlor. xloro, Aha, bir də bir de su. H2O. Aha, Bəli, temperatur koysam da 3 olacak. Düzdür, temperatur belə koysam bura bəli, bir dənə xlor, indeks. xloro Deməli bu da 3. değil. Amma silisium Silisiumda sink kimi verəcək də? zinc plus H2O ne alınır sence buradan? Bəli, zinc kimi verici. Natrium 2, silisium O3, Plus H2O. H2. Bunları yadda saxlayın. Bilməməniz problem deyil. Əsas odur ki, bunları bir də səhv eləməyəsiniz. B Hı. variantı doğru variant. Nazlı dördüncü sual. Oksidləşmə dərəcəsini tapılmaz. Sualda Aha. bəli, oksidləşmə dərəcəsini tapırıq. Oksigen üzərinə -2 qoyuruq, kaliumun üzərinə -1 qoyuruq. Hı-hı. Onu cəmləyib 2-yə bölürük, cavab -6 alınır. Ay, -6. sol. Ya istəsən elə eləyərsən, ya da ki, bir dəfə tənlik şəklində yuxarıdakini aşağıdakini vurub 0 eləyərəm. 2x bərabərdir 12, x də bərabərdir -6 və yaxud da -2 vur 7 -14, üstünə 2 gəldi -12, böldüm 2-yə -6, əksi də -6. Doğrudur. 5-ci sual. Zəhra. Hansı birləşmələr doğru adlandırılmayıb? Ferium OH3, dəmir 3 hidroksid düzdür. Çünki Aha. dəmir dəyişkən valentli deməliyik. Düzdür. Kuprum OH2, kuprum da dəyişkən valentlidir. Mis 2 hidroksid, bu doğrudur. Hı-hı. Xrom O3, xrom 3 oksid. Bu Xrom səhv neçə demək olmalıdır? Bəli, 6 olar. xrom 6 oksid. Çünki 2-ni 3-ə vurdum 6, böldüm 1-ə 6. Xrom 6 oksid olmalıdır. 3 yanlış, 1 2 doğrudur. Yanlış olanı istəyirdi bizdən doğru Adlandırılmamışdır. C adlandırmaya. variantı. Bəli, C variantı doğru variant. Polad 6-cı suala baxacağıq səndən. Buyur. 30 dənə sualdır da zaten. Aha. Buyurun. Deyir ki, bir onda 4 ne? Ha? Aha, reaksiyanı birinci yazacağıq. Düzdürmü? Nə yazacağım? Bəli. Deməli, metal o üstə gəlirsə su Hı-hı. bərabərdir. Metal OH2 Hı-hı. metal OH2. Deməli, Şöyle. burada Əmsallaşdırmağa ehtiyac sıfırdan var. Yoxdur. baxın, xeyr. Yoxdur. Deməli, Verilənləri burada yazarsan. Hı-hı. sıfırdan bizə 45 qram artım gedir. Amma Elə bizdə eləmə də. artım Elə də eləyə bilərsən. Sən yenə 1.4 kubun üzərinə, bunun üzərinə 1,85 get, düzdürmü? İndi su nə qədərdir onda? Maddə kütləsini saxlama qanununa görə sıfırdan bizə 1,85-dən 45. çıxaram 1,4-ünü. 0,45 sən onu deyirsən. Uşaqlar 0,45 artımı yoldaşınız onu demək istəyir. Biz nə qədər görürük? Metal oksidi x plus 16. Su nə qədərdir? 18. 18. Tənasib qursub həll eləyirəm, düzdür? Bu tənasibdən Bəli. x plus 16 bərabərdir. Bütün uşaqlar bu şəkildə yazıb tənasibi qururuq. 9-a gedəndə qalır 2, 9-a gedəndə 4. qalır 0,5. Bu da eləyər 2, 10 da 8. Deməli, x plus 16 bərabər olur 5,6-ya. 5,6-ya. Olmaz Bəli, axı bu belə. 5,6 Kəsr idi. olmaz axı. Böl 5. Bu eləyər. 5 dəfə 30, 56-ya. 5,6 olmaz. Çünki biz tam ədəd almalıyıq. Kəsirli yox. 56-dan 16 çıxanda 40 uşaqlar. 40. D variantı doğru variant olar. Çox maraqlısı budur ki, 4-cü qrupların 1-ci qrupun testlərindən xəbəri yoxdur. Birlərində 4-lərdən xəbəri yoxdur. Ona görə elə bütün testlərə baxmış oluruq, maraqlı olur. Ki görürük ki, hansı uşaq nəyi necə, məsələn, buna düşsəydi nətər yazardı. 4-lərin 4-ün testlərindən xəbəri var da. Nilüfər məsələn 7-ni bizə deyəcək. Buyur Nilüfər. Sadə efirdə ortada oksigen olur. Bəli, Yəni sadə efir belə olur. Bu formada. Şey, O, R1 və yaxud da R'lər eyni də ola bilər, fərqli də ola bilər. Amma mürəkkəb efirlər bu sadə efirin formuludur. Aysu mürəkkəb efirdə isə məsələn belə bu formada olur bəli. İndi ki hamısını göstərək. Deməli A variantında sadə efir. sadə efir, o biri də mürəkkəb efirdir. Aferin. Aha, burada da yenə sadə efir. Sadə efirdir. Bu da sadə efirdir. Aha. Onda 7 bəllidir də A variantı doğru variantdır. Gəl o birisilərə də baxaq. Burada C'də sadə efirdir, bir də ketondur.
Ay, aferin sənə. Bu ketondur uşaqlar. Bunun heç əlaqəsi yoxdur bizim bölüm testimizlə. Aha, burada. D'də mürəkkəb efirdir. O birdə mürəkkəb efir. O da mürəkkəb efirdir. Aha. Də mürəkkəb efirdir. Hı -hı. Digəri ONO2. Bu da mürəkkəb efirdir. Əla. Aferin sənə. Uşaqlar bilirsiniz də o ayrı yazıblar ki, ikisi çaşdırsınlar. Bax, burada o olmasaydı, belə olsaydı birinci qruplar. Olardı CH3NO2 nitro birləşmə. Bu olardı nitro birləşmə. Amma o NO2 o deməkdir ki, bu mürəkkəb efirdir. Mürəkkəb efirlər nitrat turşusundan da yarana bilərlər. Orada nitrat turşusundan əmələ gəlir. Ona görə də çaşmayıq. Orada mürəkkəb efirdir. Demək, A variantı doğrudur. Birincisi sadə efirdir. İkincisi isə mürəkkəb efirdir. Aferin Nilüfər. 8-ci sual. Buyurun Məhəmməd. 8. Reaksiya üçün doğru olmayan ifadələri müəyyən edin. Hı -hı. Florda hangi alınır? Doğrudur. Bəli, bəli. Bu Molekul xlor arası, əngin reaksiyasıdır. Aha. molekul arası oksidaşma reduksiya reaksiyasıdır. Hı -hı. Sıfırdan müsbət 1-ə, sıfırdan müsbət 3-ə, Müsbət yenə sıfırdan müsbət mənfi 1-ə, 1-ə. sıfırdan müsbət 1-ə. Bir dənə yerdən iki dənə yerə gedəndə nə deyirdi adına? Bir dənə yerdən 2 dənə öz-özünə Hı -hı. disproporsiya. Ayşə, Yox. aferin. Bəli, bəli, Disproporsiya. bəli. Düz deyirsən. Düz deyirsən. Disproporsiyadır. Aha. Onda Bir də 3 2 doğrudur. yanlışdır. İki Bəli, bir də yanlış. 3 doğrudur. Yalnız xlorun oksidaşma dərəcəsi dəyişir. Bəli, tamamilə doğrudur. Bizdən doğru olmayan istəyir. Doğrunu istəmir, unutmayın. Hə, onda Doğru ikini götürəcəm. olmayan yalnız 2. Y variantı doğru variant olar. 9. Hansı reaksiya getmir? Nazlı. Bunu müəllim biz cədvəl kimi yazmışdıq. Siz Bəli. lövhədə cədvəl çəkmişdiniz. Aferin, Burada A yadımda qalıb. variantından A Aha. variantı reaksiyası gedir. Oradan kalium H2PO4 alınır. Qoy o cədvəl də çəkək bir dəfəlik yerə. Buradan yerə ayırım. Səliqəli olsun. Aha, deməli qızımızın o cədvəl yadındadır. Çox gözəl. Demək. Demişdik ki, maddələrdir. Bu maddələrin də deməli kalium ortofosfat var. Kalium hidro ortofosfat var. Kalium hidro ortofosfat var. Bir də kalium dihidro ortofosfat var. Buyur. Kalium OH-dan hansı gedirdi? Hansı hər ikisindən gedirdi? Həm kalium OH-dan, həm H2PO4-dən. Nazlı. Ortadakı hər ikisi ilə gedir. Ortadakı, bəli, kalium dihidro. Hidronun turşuluğu dihidrodan azdır. Ona görə o hər ikisindən gedir. Aha, buyur. Birinci H3PO4 ilə gedir. Hı-hı. İkinci Bundan də kalium OH, üçüncü də kalium OH ilə gedir. Aferin. Bundan getmir amma. İndi baxaq. Bizim də belə bir qaydamız var. Məsələn, A variantında çox əsaslı turşu özünün normal düzü ilə gedir. Görürsüz, H3PO4 kalium 3PO4 ilə gedir. Onda A düzdür. Bizə Bəli. getməyənlər lazımdır. B. B də düzdür. B-dən də kalsium 3PO4 alınır. Plus su. Hə, bəli, bir də su. C-dən. C amma getmir. Bəli, C Cavab D ilə. getməyəcək. Çünki dihidrodur bu. Uşaqlar fikir verirsiniz. Dihidro dedik ki, ortofosfatdan da turşundan da trihidroya çevrilə bilmir. Ona görə bu reaksiyanın getmə şansı yoxdur. Amma dihidro ortofosfatla gedib, daha doğrusu hidro ortofosfatla gedib dihidronu yarada Kalium bilir. H2PO4 alınır D variantından. Bəs Y nədir? Y-dən də Hansı qaydadır? Y-dən də Turşuların burada qüvvətli da sırası. turşuların qüvvətli sırası. Turşuların qüvvətli sırasını da görək. HCl4, Deyək turşuların qüvvətli sırasını sulfat. H2SO4, HPO3, H-xlor, HNO3. H3 yox, H3PO4. Hə, H3PO4. Sonra H2SO3. karbon turşusuydu sonra üzvü turşular. Ay sağ ol. Sonra karbonat. Sonra H2, karbonat, H2S, bir də H2SO3. Aferin sənə. Hansı çöküntülüydü? H2SO3. Aferin. Hamısı qırmızı rəngə boyayır, bir dənə H2SO3 boyaya bilmir. Vəsə uşaqlar, ətraflı şəkildə izah elədik. C variantı dihidro trihidroya çevrilə bilməz. Belə bir reaksiya yoxdur. 10-cu sual. Buyur Zəhra. Bəli, reaksiyalar verib. Deyir Hı hı. kalium xlorüdür o. Hı -hı. Hə. Nə alınır buradan? Nəyin alınma reaksiyasıdır bu? Buradan
Xlor qazı alınacaq yəqin Bəli, ki. bəli. Kalium xloru alınır. Reaksiyanı da bütöv bilməlisiniz. Ha, xlor plus su. Bəli. Xlorun alınma reaksiyasıdır. Aha. Bu da Qaz kimi çıxan xlordur. Sonra sonra da adi kalium xlorla kalium xlor o bir də su alınacaq. İriğimizdə kalium temperaturludur, temperatursuzdur yox, görsən. temperatursuzdur, adidir. Ay, su, ay, su. Ona görə kalium xloru o üç alınmır. Bəli, aferin. Aha. Kalium İlk xlor maddəsi nədir onda? Bu X. iri kalium xlorudur. Bəli. Bizim ilkimiz də budur. Sonra deyir, Elementlər fərqini istəyir. O da kaliumla onun kalium bir dənə elə biçi də neçə eləyəcək? bununla bu xloru çıxardaq Hə, buradan. onu deyirdim elə qısa eləyək. KO-dan çıxarıq təkcə xloru. Xloru. O da neçə eləyəcək bir dəqiqə? 50 55 çıxılsın 35.5. Aha. Bu da 20 19.5. Aferin. 19.5. A variantı doğru variantdır. Bu da bizim izahımız uşaqlar. Reaksiyanı yazdıq, xloru aldıq, sonra onu kalium reaksiyasına apardıq uşaqlar. Aha, əla. Getdik. Bir var ki, mən belə müzakirə eləyəndə həm sizə düşünürəm ki, maraqlı gəlir, həm də ki, mənə maraqlıdır ki, 4-lər biri 4-ü necə yazacaq. 11. Polad buyur. Deməli, dehidratlaşma. Bəli, suyun ayrılma prosesi ümumiyyətlə nə adlanır? Dehidratlaşma. Su Dehidratlaşma. birləşdirmə, hidratlaşma. Aha. Bəs hidrogen ayrılma, dehidrogenləşmə. Hidrogen birləşdirmə isə hidrogenləşmə. Yəni D şəkilçisi ayrılma mənasını verir uşaqlar. D şəkilçisi var ha, o ayrılma deməkdir. 12 Nilüfer. Bu pis olmayanlardır. D variantında alkandır. Onun pisi yoxdur. Bəli, alkanlar rəngsizləşdirmir. Sikloalkanlar rəngsizləşdirmir uşaqlar. Bir də ki, aromatiklərdən benzolun özü təkcənə. Benzoldan sonrakılar rəngsizləşdirir. Yəni toluol, onun homoloqları rəngsizləşdirir, amma bunlar üçü rəngsizləşdirmirlər. Ona görə də sonu anla qutaran cavab variantını götürəcəyik. D variantı doğru variant. 13. Buyur Məhəmməd. Səndən işləyəcəyik 13-ü. Natrium nitrat, kalsium karbonat və dəmir nitratın termiki parçalanmasının cəmi neçə müxtəlif mürəkkəb maddə alınır? Mən deyəsən bura 6 yazmışdım. Amma Nə səhv parça? yazmışdı. Ya, Yox, sən altı düz deyil. yazmışdın. Xalidə səhv yazmışdı. Yox, Xalidə Mən səhv bir yazmışdı yazmışdım. deyəsən. Deyəsən total Məndə də əmrlilik səhv idi mənim. Hə. İndi görək nə Deməli, deyəcək natrium Məhəmməd, NaOH yadında qaldı. parçalanır. Natrium NO2 ilə O2-yə. Aferin. Aha. Sonra karbonat, kalsium HCO3 parçalanır. Kalsium kalsium CO2, H2O, CO3. kalsium CO3, H2O CO2. Aferin. Aha. Dəmir Dəmir 3 nitrat. Dəmir 3 nitrat parçalanır. Dəmirin Aferin. oksidi NO2 bir də H2O. Aferin sənə. Dəmirin elə 3 valentli nitrat olduğuna görə də 3 valentli oksidi yaranacaq. NO2 plus O2-yə. Mürəkkəb maddələri istəyir bizdən. 1, 2, 4, 5, 6 dənə. 5, 6 dənə. Əla. Aferin Məhəmməd. İndi getdik növbəti sualımız. Buyur Nazlı. 14. Burada deyir ki, həcmləri bərabər olan məhlullarda eyni kütlədə Və sabitdir. oxşar verir. Aha. Bəli. Burada hansının kütləsi azdırsa, onun Hə, bunun molyar üçün qatlığı düsturumuzu daha de çox bizə. O olacaq. düsturdan çıxarılış eləyək, o düsturdan. Bax görürsən C C var. bərabərdir C kiçik M və bölünsün. kiçik M böyük M. Bunlar qat bir-birinə. C bərabərdir kiçik M böl böyük M vur V. Yəni nü böl V idi düsturumuz. Qızımız da nünün yerinə kiçik M böl böyük M qoydu. Oradan da səndən nəyi soruşur? Qatılığı. Zaten qatılığı soruşursa, kütləsi, yəni harda sabitlər var, onların üstündən xətt çəkirik. V və M-in üstündən xətt çəkirik. Deməli C ilə M bir-biri ilə Nazlı tərs asılıdır. Əsaslıdırsa, C hansının kütləsi M-lə az, onun qatlığı tərs çox olur. asılıdır. Ay, sağ ol. C1-in C2-yə nisbəti M2-nin M1-ə nisbəti kimdir? Tərs asılı olacaq. Ona görə siz nə edirsiniz? HCOH-ın MR-i böyükdür, yoxsa CH3COH-ın? Baxanda belə. CH3COH-ın MR daha Ay, böyükdür sağ ol. deyə onun qatlığı daha kiçik olur. Ay, sağ ol. Onda tam tərsinə olacaq. Deməli bunu işarə edə bilər C1-lə. Bu M1-dir, bu M2-dir. Onda C1 C2-dən böyük Cavab B olacaq. variantı olur. Aferin, Allah. Tamam. Bunu uşağa bu testi 2010
2011 ilə səhv eləmirəmsə 2015 arası olan sınaqlardan birində 4-cü qrupa salınmışdı bu test. İndi birə salıblar. Ona görə deyirəm ki, diqqətli olun testlərimiz üçün. Yəni 4 ilə 1-i qarışdırın mütləq şəkildə. Əgər çox rahat şəkildə imtahana getmək istəyirsinizsə 4 ilə 1-i qarışdırıq testlərini, elə öyrənin. Zəhra buyur. Neytrallaşma reaksiyasını istəyirsən. Nədir neytrallaşma reaksiyası? Əsasla turşun reaksiyasına normal duz alınsın deyir. Yəni Ay, sağ ol, ay, o da gözümə çarpan H2SO4-lə H2NO3 olacaq. Bu əsasdır. Bizə turşular lazımdır da. Bu da turşudur. Bu turşudur HNO3, hə? Bəli. Bu duzdur. Bu da duzdur. Demək Cavab 4-üymüş. 3 ilə 4 qutardı. Uşaqlar. A variantı doğru variant. 16. Buyur Polad. Hə, asandır. Deyək ki, allotropik şəkil dəyişməsi var. Yalnız birləşmələr şəklində yayılır. Allotropik şəkil dəyişməsi onlar hansılardır? Birinci bunları sayaq. Oksigendir. 5 dənədir. Fosfordur. 5 dənə idi. Küfdür. Mən Oksigen, burada olanları dedim. karbon. Hə? Mən ancaq burada olanları dedim. Oksigen, Yo, fosfor. ümumiyyətlə deyirəm. Ümumiyyətlə 5 dənə elementimiz var. Onları say. Oksigen, karbon. Oksigen, karbon, fosfor, kükürt, silisium. Ay, sağ ol. İndi bunların hansı birləşmə şəklində, hansı belə deyək, sərbəst halda onları mənə de. Oksigen. Oksigen sərbəst halda da var, birləşmə halında da. Ay, sağ ol. Həmin kvadratı yazdım. Həm sərbəst var, həm birləşmələr şəklində var. Aha, buyur. Karbon. Karbon da sərbəst halda var. Bəli, bu da onun kimi. Həm Birləşmə sərbəst halda var, var. həm birləşmə şəklində var. Fosfor. Fosfor ancaq birləşmədir. Afərin sənə. Yalnız birləşmə. Kükürt. Həm birləşmə, həm sərbəst. Əla. Həm birləşmə, həm sərbəst. Silisium. Silisium da həm birləşmədir, həm Xeyr. sərbəst. Yalnız birləşmə Yoxsa? şəklindədir silisium. Hı. Karbonla silisiumun bir-birinə fərqi zaten odur. Onlar eyni qrupda yerləşirlər. 4 valentli ola bilirlər. Yəni bütün xarakterlər bir-birinə oxşuyur. İstisnalıq bax orada yəni fərqlərindən biri də budur. Karbon təbiətdə həm sərbəst, həm birləşmədir, silisium yalnız birləşmədir. Onu yaddan çıxarmayaq. İndi burada yalnız birləşmə deyilən fosfor olacaq. Aha. 17. Nilüfer buyur. Səndən əvvəlcə yazırıq avrum və kuprum, qızılı. Ay. Aha. Qatı sulfat Avrum. turşusu əlavə edilib. Qızıl girməyəcək. Turşularla girir. Bu getmir. Sulfatla girir. Kuprum SO4, SO2 və su əmələ gətirir. Kuprum SO4, SO2 və su əmələ gəlir. Aha, sonra? Bunu əmsallaşdırırıq. Hə, bizdə konkret rəqəm istəyir. Bunun qabağına 2 atsaq, çox güman ki alınacaq. Bir də yoxlayım. 2 görə alınır. 4 bura 2-yə ehtiyac yoxdur. Eləmirəmsə, görə əmsallaşdırsam. Bura 2-yə ehtiyac yoxdur. Buna artıq yazdım. Şu. Aha. Ön deyir Burada 36% deyir qızıl var. Bir dəqiqə uşaqlara da deyir. Uşaqlar bax 36% qızıl var. Toplamda 10 qramdır maddəviz. 10 qramın 36%-i qızıldır. Onda nə qədər simisdir? 10 qramın 100%-dən çıxaq 36%-ni qaldı 50, yox 64%. Bu 10 qramın 64%-i misdən ibarətdir. Həmin o 10 qramın da 64%-ni tapırıq da, hə Nilüfer? Onu 6,4 qram eləyir. və 6,4 qram deməli əlimizdə mis var. Həmin misin qiymətini gətirin qoyun burada yerinə. Çünki Bizdə sizdən 64 qram eləyir. bəli, qazın həcmini istəyir. Buradakı qaz da SO2 qazıdır. Yəni misdən alınan qaz bu qazdır. X litr 64-ə də düşür 22,4. O da bərabər olar. Bəli, 2,24-ə. 10 qram qarışım vardı. 36% qızıldısa, qalanı misdir. Onun 64%-ni tapırsınız, yəni 6,4 qram. Oradan da SO2-ni tapırsınız. Bu qədər. B variantı. Digər testimiz izah edəsin Məhəmməd. Məhəmməd yadıma düşdü bu test.
Bəli, bəli. Kuprum üzərinə haşlanır. Burada deməli M-adın MB-nin çıxanda 16 Bizim qalır. qaydamız 16, var idi. Bizim qaydamız 16 var idi. oksigendir. Duru nitratla necə olurdu? Qatı nitratla necə olurdu? Nitratla NO olur. Qatı nitratla NO2 olur. Yox, ümumiyyətlə hamısını deyək. Aktiv, az aktiv, passiv, düzdürmü? Bəli. Ha? Deməli, durularda aktivdə kuprum N2. NO2, Yox, ümumiyyətlə qaydanı deyirəm. Hansı qazanır? N2, N2, N NH3. O. Yox, N2, N2O. Hə, onu deyirsən. NH3 temperaturdan asılı olaraq dəyişir. Onu qatmayın bura. O olur temperaturdan asılı olaraq olur. Yoxsa biz konkretini soruşuruq sizdən. N2, N2O, Burada NO. da NO. Burada N2O, O, NO, NO, NO2. NO2. İndi mis duru Mis ilə passivdir. Duru ilə NO verir, qatı ilə də NO2 verir də. ay sağ ol. A'dan da Hı. B'ni çıxanda 16 eləyir. Həqiqətən də NO2-dən NO çıxanda bir oksigen fərq olur da, 16 olur. Düzdürmü? Onda A NO2-dir, Məhəmməd. B NO-dur. X qatıdır, Y durudur. Ay Deyək ki, sağ ol. Argentinin qatı nitratla reaksiyasında NO2 alınacaq. Aferin sənə. X qatıdır çünki orada NO2 alınıb. Baxın burada da NO2-ni yazmışıq. Y-də durudur ki, oradan da NO alınıb. Bu da deyir alınan qazın müəyyən elə. Argentium bizdə X-i tapdıq axı qatıdır. HNO3-ün qatısından passiv olduğuna görə yenə NO2-ni əmələ gətirəcək. Y variantı doğru variant. Əla. 19. Buyur Nazlı. 19-da deyir ki, X atomu normal halda P elektronlarının ümumi sayı 11-dir. Hı Əgər -hı. P elektronlarının ümumi sayı 11-dirsə, bu 3s2 3p5 ilə bitir. Hı Yəni -hı. 1s2 2s2 2p6 3s2 3p5. Onda Aha, toplam bir də protonların sayı 17 olur. Ay, 1s2, 2s2, 2p6 sırayla getsən 3s2, 11 deyir axı mənə. 11-dən də 6 çıxanda 5 düşür bura, düzdür? X-in protonların sayı da oldu? 17. 17. Əla, düz yazmısan. Sonra Zəhra 20-ci sual sənindir, buyur. Moldan reaksiya çıxartmaqdır. X deməli 1 mol. Girənlər, reaksiya girən azalananlardır. Alınan artandır da, hə? X 1 moldur, Y X 2 mol Y reaksiyaya verir. girir uşaqlar 20-də. Z ilə Alınır T Z var. ilə T. Əla. X-im nə qədərdir? 8-dən 7 Bir. çıxanda 1. Y2 Mhm. 4 T1. Z4, T'də 1. Belə A variantda, A variantında var. Bəli. 21. Bax bu 2023-ün qəbul sualıdır. Birinci qrup üçün. Yəni %100 yaza bilərsiniz. Ay birinci qruplar. Görsə heç nəyi, hər şeyi bilirik. 21. Buyurun Polad. Karbon monoksidin hidrogenlə reaksiyasında Ben nə alınır? ya onun alınır buradan CH3OH. Ay sağ ol. Hidrogene 2 44-dən koyuyor, kansal düzelir. Aha, bunu qabağına 1-2 yazaq. Deyir 80% Deməli çıxımla 23.4 neçə qram metanol? Aha. 23.4 litre normalde 32 gramdırsa Deməli, bura 44.8 yazaq. Məsələn, şərtində verilib 44.8. Buradan görə nəzəri Bəli. olaraq nə qədər metanol almaq olar hələ x qram? Bu nəzəri qiymətimiz olacaq. Çıxım istəyir axı məndən. Mən nə qədər görürəm? Mən 22.4 görürəm. Bu da 32 qramdır. 23.4 Əməli 32. verirlər. Deməli Güzel. X olur 64. Aha, nəzəri olaraq 64-dür. Onda 80%-ni taparsınız da. Praktikini O istəyir da bizdən. eləyir 6, 48. O da eləyir 51.2. Şu. C variantı doğru variant. Əla. Bəli. 22. Nilüfer. Buyur. Yəni hansı ifadələr doğrudur deyil. Müəyyən şəraitdə natrium H2 əmələ gətirir. Müəyyən Bu şərait o deməkdir ki, yəni fərqi yoxdur. İstər temperatur olsun, istər olmasın. Əsas odur ki, gətirsin. Düz deyir? bəli düzdür çünki qarışqa turşusunun natrium duzunu əmələ gətirir. Bəli. HCO natrium. Uşaqlar 2 dənə qeyri-üzüm maddədən bir dənə üzüm maddə alınır. Maraqlı bir reaksiyadır. Bir doğrudur. 2 oksigenlə reaksiya daxil olmur. Bu səhvdir. Reaksiya girib karbon qazı əmələ gətirir. Bəli, karbon qazı əmələ gətirə bilir ki, yanlışdır. Deyir olmur, amma yanlış deyirlər. Molekulunda Üç qat rabitə var düzdür. donor akseptor var özdə. Donor oksigendir, karbonda akseptordur. Donordan akseptora doğru qoyulur. 3 doğru cavabdır. Etil spirtini
hidratlaşmasından alınır. Bu səhvdə mənim etil spirti hidratlaşır ki. Birincisi etil spirti hidratlaşmır, dehidratlaşır, bəli. Hətta dehidratlaşdığı zaman belə CO heç alınmır ki. Dehidratlaşma bilsizdə spirtdə, etil spirtdə 3 cür gedir. Temperatur 140-dan yuxarı olanda alken əmələ gəlir. C2H4. Temperatur 140-dan aşağı olanda sadə efir əmələ gəlir. C2H5 ikiləşmə gedir burada. Bir də Lebedev reaksiyası Bir da də var. Lebedev AIS o 425 dərəcədə sink oksid, alüminium oksid katalizatoru iştirakında alınır butadiyen 1,3. Su Yəni həm hidrat. dehidratlaşma, bəli, həm dehidrogenləşmə gedir. Yəni hidratlaşma böyük bir səhvdir. Zəhərli qazdırmı? Bəli, CO Düz. zəhərli qazdır. D variantı doğru variant. Aferin Nilüfer. 23. Buyur Məhəmməd. Deyir ki, duz verilib, suda məhlulun həcmi, məhlulun qatılığı, dispersiya dərəcəsi. Yox, Deməli, 23. 23. Mesela bir soru. CH4 plus CH4 bioloji qarışığının kütləsi 72 qramdır. Bu qarışıq oksigen moleküllərinin sayının bərabər olduğunu bilərək oksigen kütləsini müəyyən edin. Molekullar yəni molları demək istəyir. Molekul yəni mol demək istəyir. Deməli, bunlar bilmirsən də neçə moldular. Bir də nə bilirsən ki, bərabərdir. Bu da olsun x, bu da olsun x, hə? Bəli. Bunu yazaram 16x Məhəmməd. Bunu da yazaram 32x. Bunların cəmi nə qədərdir? 72. Yazaram 16x plus 32x bərabərdir 72-yə. Hesaplayaram da bunu, düzdürmü? Bəli, müəllim. İşte bərabərdir 72-nin 48-ə. Bu 70 elə neçəyə gedir? 24-ə gedir də. 3, 2. 1.5. Şo, sənin oksigenin kütləsini istəyir. Neyniyəsən? 1.5-ə vuracaq da 32. Bəli, o da eləyər. O da eləyər 48. 48. Yazmışdın bunu yoxsa yox? Dəftərləriniz məndədir olmağına, vərəqləriniz. Yazmamışdıq? Deyəsən bəli yazmamışdım. Yaza bilərdik amma yaxşımı? O belə test düşsə də yaz. Bildin də neynədik? Bəli, bəli. Hə, təkrarın yenə də izləyirsən. Bax bu son 5 ilin testlərinin izahlarını təkrarlarına dəfələrlə baxın uşaqlar. Bunu uduzmayasınız. Bunu görəcəksiniz də. Mən nə deyirəmsə düz çıxacaq. 24. X prom 2. İndi bu testimizi yazacaq Nazlı ilə. Nazlı buyur. Bax, sənə V veribdi. C veribdi. Deməli, bəli, Bir də V-ni alfa verib, C-ni verib, alfanı verib. C bərabərdir nü O böl V alfadan danışırsa, düsturundan. bunu iona ayırıbsa, sən də iona ayır getsin. Dissosiasiya elə bunu. X brom 2-ni dissosiasiya edəndə X2 müsbət plus 2 brom mənfi olur. Afərin. Aha. Burada indi Səndən C brom verib, V mənfidir. verib. Aha. Biz nü-nü tapa bilərik də C bərabərdir nü böl V-dən. Bəli. Nü orada 0.5 olacaqdı. Mhm. Alfanın da düsturu nü İndi qoyuram dissosiasiya bunun üstünə. etmiş. Qoyuram bunun üstünə. Yoxsa yox? Qoymuram. Necə? Qoyum 0.5 onun üstünə, yoxsa yox? Qoymuruq da. Ay, sağ ol. Bunun 20% var hələ. Görsən nə deyir sənə? 20% verməsəydi 0.5-ə qoyardım onun üstünə, hə? Bu 0.5 ümumidir. Bu ümumi qiymətdir. Bunun neçə faizi dissosiasiya eləyib? 20% dissosiasiya eləyibsə, nü dissosiasiya etmiş böl ümumi vur 100 bərabərdir 20-yə. Elə bir dəfə elə eləmə. Elə 0.5-in 20%-ni tap getsin. Özünü yorma. O da eləyəcək Praktik çıxım kimi. 0.1. Ay, 0.1 oldu mən nə edib? Dissosiasiya edib. Qoyuram 0.1-i bunun üzərinə. Aha. Biz də 1 mol görürük. Buyur. Все, promu Bizdən tapacağıq indi. brom mən özüm 2 mol görürəm. Yuxarıya da x yazırıq. O da 0.2 eləyir cavab. Tutardı. Gördünüz uşaqlar. Birinci buradan nünü tapdıq. Nünü tapdıq, bu oldu bizim ümumimiz. Bunun da 20% etmiş sayılır da. O 70-i də vurdum, açdım 0.1 mola edib, o da qoyduq reaksiyada üzərinə, sayəsində bromu tapdıq. 25. Zəhra buyur. X hansı metallar ola bilər? Mhm. Bir dəqiqə baxım. X elədi ki, H2 çıxarmalıdır. Aktivlərdir də. Nə fikirləşirik? Aktivlər. Aktivlər. 2, 4, 5. 5. Qatı sulfatın aktivlər H2 çıxarırdı. Orta aktiv və mis gümüş civə SO2 çıxarırdı. Yadımızdadır. Aha, 26 hidrogen oksigen su ilə bağlı olan bir testdir bu. Həmçinin halogenlərlə sintez. Kimin sualıdır? Poladın. Buyur Polad.
Deməli, natriumla kalsiumun xlorla reaksiyasını yazır, əmsallaşdıracaq. Deməli, Natrium xlor. natrium xlorla natrium 2 veririk. Sonra burada da əmsala ehtiyac yoxdur. İndi Deməli, verirlər, natriumun qoyaq 2 bunun üzərinə molundan işlə. 2 mol qoyuram bunun üzərinə. Mənim 2 moluma 1 mol xlor gedirsə, bunun da 2 molu ilə 1 mol gedər, 1 mol. düzdür? X oldu 1. Bəli. Kalsiyumda da həmçinin. Kalsium 1 1 mola, moluna 1 moldursa, 2 moluna da 2 moldur. bu da olar 2. Buna da bunun Deməli, cəmi 3. 3. Şu. Bu da bizim növbəti testimizin cavabı. 27. Uyğunluq testi. Təbii ki, 27 həmişə uyğunluq olur. Yəni, uyğunluq testi verilir. Testimizi yazırıq Nilüfərlə. Buyur Nilüfər, reaksiyalarımızı tamamlayaq. A variantına karbon qazı və su alınır. Dəqiqə. Aha. A variantından alınır karbon qazı və su. Bəli, temperaturda falan var orada. B-də CH2, COH-dan H-xlor. CH2 xlor sirkə alınır buradan. B variantını qoy burada səliqəli yazın, bura yerləşməli. B variantından uşaqlar. Sirkə turşusu bilirsiniz ki, radikal hissədə pisi olmayan bir maddədir, doymuşdur. Burada 2 dənə xlor var axı. Xlorun birini, burada CH3-dəki hidrogenin birini çıxardırsınız, onlar birləşib H xloru yaradacaqlar. İçəridə qalan CH2, bir dənə də o bayaq xlor qalmışdı, onu da birləşdirirsiniz bura. Yəni COH-dan sonraki CH3-ə birləşdirirsiniz xlor. Əvəz etmə reaksiyasıdır bu bir sözlə. Yaxşı, B variantından nə alındı? CH2 xlor, xlor sirkə maddəsi. Onun da üzərinə H xlor. Sonra C variantı gümüş güzgüdür. CO və su alınır yəni. CO2, su, bir də 2 mol gümüş. Sonra D variantı. C2H6, Aha, Y variantı. CH3 spirt əmələ Bir gəldi. dəfəli yazaq. C2H5OH. Aha, yəni 2 karbonlu spirt əmələ gəlir. İndi bunlar, bu qeyri-üzvi, bu da qeyri-üzvüdür. Bizdən üzvü qeyri-üzvünü istəyir. Bu üzvü, bu qeyri-üzvü. Birinci qruplar. Qeyri-üzvü, qeyri-üzvü, qeyri-üzvü. Bu üzvü. Bu da üzvü. Demək, bizdən deyir ki, həm üzvü, həm də qeyri-üzvü maddə alınsın. Bu, deyəsən, B variantına uyğun gəlir. 1-ə uyğun gəldi B variantı. Sonra, yalnız üzvü maddələr. D-də var, bir də Y-də var. Yalnız üzvü maddələr. D, Y. D, Y. Yalnız qeyri-üzvü maddələr A-la B-də var. A-la C-də var. A, C. Yaxşı? Bu da bizim 27-ci sualımız. 28 ətraflı yazılıya baxırıq. Kimə düşür ətraflı? Məhəmmədə gəldi ətraflı yazılı. Buyur Məhəmməd. 2 deməli reaksiyasının oksigenə görə sürəti 0.2 mol olsa, Demişəm, Onun həmişə ətraflıdan başlayın. Ay, bu saniyə verib. Tau var. V var. mən Bu bunu birisi yazmam. V-də var. Heç nə olmaz ki, burada yazmağa çalış. 10 saniyə müddətində bitirilik qabda baş verən reaksiya zamanı neçə qram hidrogen ayonluğu və neçə qram su alındığını hesablayın. Mən bunu izah elədiyim yadımdadır. Siz yazmamışsınız, izah eləmişdim. Bax, nə oksigenə görə sürəti verib də sənə V, hə? V Bəli. oksigen nəyə bərabərdir? Delta C böl delta tau idi. Sonra biz onu yenə nö böl V vur tau qoymurduq. Məhəmməd. Düzdür? Bəli. Elə eləyirdik də. İndi sürət var, zaman var, V də var. Nə yoxdur burada? Nü yoxdur. Niyə yox, bəli. Nü də bərabərdir. V vurulsun, böyük V vur tau. Hə? Bunlar Bəli. hamısı vurursan bir-birinə. 0, 10-da 2, 10, o da 2. O da eləyər 4. 4. Bəli. Deməli, oksigenin neçə mol oldu? 4 mol. 4 mol. Yazarsan üzərinə 4 mol. Hə. Bizdə Deyir, 1 mol. neçə qram su alınır? Neçə qram deyir, yox. Deyir, neçə qram hidrogen yanar? Neçə qram da su alınır? İkisini də istəyir səndən. Buyur. Normalda biz Deməli- oksigeni 1 mol görürük. Aha. 1 mola 4 niyə 4 mənfi olmuyor? qramdırsa, x da bərabərdir Qramla 16-ya. hamı. Bəli, Şo? 16. 16. Yaza bilmək olar da. Bu test çətin bir test deyil axı. Neçə Bəli. qram su alınır? 1 mol oksigenə 2 vur 18 qram su alınırsa, 4 mola isə 36-ın 4-dən də 244 qram. Hesapladım. Şo? Bəli. Bizim ətraflımızı. Aha. Sonra 29. Nazlı sənə düşdü, buyur.
29-da bizdən kükürdlə natrium OH-ın birinci reaksiyasını yazıb əmsallaşdırmalıyıq. Kükürdlə natrium OH-ın reaksiyasından natrium 2SO3, natrium 2S, bir də H2O alınır. Kükürdün əmsalı 3 olur, natrium OH-ın əmsalı 6 olur. Dəqiqə. Natrium 2S-in əmsalı 2 olur, H2O-nun əmsalı 3 olur. 3. Düzəl. Natrium KSO2 da ehtiyac yoxdur, düzdürmü? Aha. Bəli. İndi bunlar da hər biri uşaqlar bir nöqtədən başlayıb, 60-dan başlayıb. Demək bu da 60-dır. Bu da 60-dır. Özü elə deyir də bizə. Biz nə qədər görürük kükürdü? 3 vur 32. Bu nə qədər görürük? 6 vur 6 vur. 40, düzdür? Bəli. İndi nisbət götürsək, biz orada artıq qalma. Bunlardan biri artıq qalıb. Y artıqdır, x axıra kimi düşüb. Deməli 60-ın 96-ya, 60-ın 240-a olan nisbəti. İndi sürətə ilə olan kəsirlərdə məxrəci Məxrəci kiçik olan böyük olur. Yəni burada Ay, kükürddən artıq kükürd qalan artıqdır. natrium OH tam Bəli. sərf olunur. Kükürd Yəni artıq X maddəsi natrium OH-dır, Y Ay, sağ ol. kükürdür. Aferin sənə. Demək, artıq qalan maddəmiz Y. Y-imiz kükürdür. X-imiz isə natrium OH-dır uşaqlar. İndi bizə deyir ki, birinci deyir yazı əmsallaşdırın, onu biz elədik. Sonra deyir qrafikaya sayırsan M-i tapın. M-də kükürdün artığıdır. Kükürdün artığını da tapmaq üçün nə edəcəm? Əgər kükürdün artığı varsa, bu 60-ı buradan silək. Bir tapaq Bəli, görək. ora yəni X yazırıq. Oradan Ay, X-i 24 tapırıq. Amma axırda X elədi, tapdığımızda 24. 60-dan çıxacağıq da. Ay, da mən də hesablayayım. Bu O eləyər 36 gecə. 10, bu eləyər 4, bu eləyər 8, bəli. 24 qram sərf olunub reaksiyaya. Onda 24-ü sərf olunsa 60-dan da 24 çıxaram. 36-sı. 36 qram artıq qalıb. Bəli. Yəni M bərabərdir 36. Aha, sonra getdik növbəti sualımıza. Zəhra ilə girik. Buyur Zəhra. Etil asetat yanmasından alınan maddələr. Etil asetat necə yazılır? CH3CO, CH5. Aferin. Nə deyib dəqiqə? Kütləsi. Yandırırsan bunu. Əmsalların cəmini istəyir. O alınır CO2 ilə H2O. Hə, CO2 və su. Bir belə eləyək. Bu maddəni lap qruplaşdırır. Heç vaxt belə çətin olacaq. Neçə dənə karbonun var? 4 dənə 4 karbon varsa yazaq, tərəfi sağa 4 Hə, yazaq. qoy bir dəfə bunu da qruplaşdıraq. C4, H8, O2. Baxın, bunu qruplaşdırdıq uşaqlar. O2 alınır CO2 və su. 4 dənə sağa- karbonun var. Burada 4 yazıram. Aha. Aha, bir dəqiqə. Burada 8 Yazın. nitrogen var, 4 buraya yazıram. Oksigenlər sayım bir dəqiqə. Yox. 5 dənə, 5 də ora düşür. Tənli yazıb əmsallaşdırdıq. İndi X-nə ilk istəyirsən. 8. Kütləsini istəyirəm. Kütlə. Bir dəqiqə. Görürsən kütlə deyil. Uşaqlar bunu moluna yazmışlar. Səhv götürdük biz o vaxtı bunun meyarlarında. Hə, Marker olaraq. Yaxşı. 100 qram yazıb görmədim. 176 Dörd eləyər bu. 76 bunu. 72 də eləyəcək. Aha, o da 72. 4 bu da 18'e vuranda 72. Bu bizim birinci 48. cəhdimizin 72. Ayrı-ayrı istəyir. Toplar istəmir. Hə. 72. Birinci qrupun birinci cəhdi getdi. İndi dördüncü qrupun birinci cəhdinə. Uşaqlar, deyəcəksiniz, mən hamısını bugün çatdırmasaq, onları video şəkillərəcəm. Yəni, mənim məqsədim onlayn dərslərimizi səmərəli keçirməkdir. Yaxşı. Yəni, nə qədər yazdıq. Yorulanda mənə xəbərləyin. Mənim üçün fərqi yoxdur. İndi gedirik dördüncü qrup üzrə. Yadımıza salaq ki, testlərimizdə. Birinci etibarən başlayırıq. Polad, səndən başlayırıq. Elə sənə düşdü testimiz. Buyur. Nətər yazmışıq test. Deməli, burada olacaq B variantı. Yox, izahını ver. Hə. Deməli, deyir, həm oksidləşdirici, həm də reduksiya edicidir. Birincidə deməli, müsbət 5-dən elə müsbət 5-dir. Bu da dəyişmir. İkincidə müsbət 4-dən gedir. Həm müsbət 5-ə, həm də müsbət 2-yə. Dərəcə həm artır, həm azalır, həm oksidləşdirici olur, həm də reduksiya edici. B variantı doğru variantdır. Burada müsbət 1, mənfi 3-dən müsbət 2-yə gedir. Bunları bildiririk. Bu heç. B variantı doğru variantdır. Düzgün varianta qədər lazım idi bizə. Nilüfer, buyur ikinci sual. Mən orada onları heç hesablamamışdım. Çünki 2 dənə azot alındığı bir dənə B variantında idi. İndi
Dərin nə qədər izah edirik də biz. Sən necə rahat bilirsən elə də elə. Buyur. Qazlar verib. Burada bir-birlə reaksiyaya girməyən qazların hansına istənilən nisbətə qarşılığında alınan qaz qarşılıq ortamları kütləsi 29. Havadan yüngüldürsə, yəni 29-dan kiçik olmalıdır. Onda havadan yüngüllər Deməli, neynirsən? Qaz qarşının orta molar kütləsi 29 mol, qram bölünsün moldan kiçik olar. 29-dan necə? X-la Z olur. Sol, X-la Z olur. Uşaqlar, bunlar havadan, bu da havadan yüngüldür. Yəni 29-dan aşağıdır. Z də 29-dan aşağıdır. 29-dan aşağı olan, məsələn, atın bir dənə 28 olsun. Məsələn deyirəm də. Biri olsun 28, biri olsun 27. Bu 29 bunların ortasında bir rəqəm deyil axı. 29 bunların ortasında deyilsə, siz buna uyğun bir qarışıq hazırlaya bilmərsiniz. Bildiniz, nəyə görə götürmədik? Məsələn, havadan ağırdır Y. Məsələn, A variantını gəl yoxlayaq. X havadan yüngüldür. Məsələn, havada 29-da axı. Olsun 27. Məsəl üçün deyirəm. Bu da havadan ağırdır Y. Olsun 30. 29 bunların arasındadır. 29. Əgər bu iki maddənin arasındadırsa, bunu hazırlaya bilərsiniz. Yox, əgər arasında deyilsə, hazırlaya bilmərsiniz. Ona görə düzgün variantımız havadan ikisinə yüngül olan qazları götürəcəksiniz. Yəni 29, 29. Yəni havadan yüngül. Uşaqlar bəzən belə deyək də, burada deyək qaz qarşının orta molar